Salam əziz şagirdlər. Bu gün sizə 17 mart 2024-cü ilin 9-cu sinif riyaziyyat buraxılış suallarının izahını verəcəm. Əvvəlki illərin bütün buraxılış imtahan suallarının izahları kanalda var. Videolara girib izləyə bilərsiniz. 61-ci sualdan başlayaq. Əkob 60-80 bölünsün əbob 60-80. Deməli uşaqlar, biz bunu iki cür yaza bilərik. Birinci bizim qaydamız var idi. Əkob AB-nin əbob AB-yə hasili bizə ortaq olmayan sahada vuruğun hasilini verir. Yəni C-ni verirdi. C-ni tapanda biz əkob AB-ni əbob AB-yə bölürdük. C də ortaq olmayan sahada vuruğun hasili idi. Yəni biz bu ədədləri sahada vuruqlara ayırıb ortaq olmayan sahada vuruqlarını tapa bilərik. 62 30, 32 15, 15 3-ə 5, 5 də 5-ə 1. 82-yə 40, 42-yə 20, 22-yə 10, 12-yə 5, 5 5-ə 1. Ortaq olmayan sahada vuruqlar, yəni birinci ortaqların üstündən xətt çəkək. 2 2 ortaq, 5 5 ortaq. Ortaq olmayan burada 1 3-dür. Burada da 2 dənə 2-dir. Yəni 3 vurulsun 2 vurulsun 2. Cavabımız olur 12. Yəni 61-də cavab olur D variantı. Başqa belə də yaza bilərdik. Əkobun əboba nisbəti. Biz ayrı hərfdə əkob tapıb, ayrı hərfdə əbob tapıb bölə bilərik. Əkobun asan qaydası həm də əbob əkobun asan qaydası belə idi də. Yəni 60 ilə 80-in ən böyük ortaq vurğunu çıxardırıq mötərizə xaricinə. 60 ilə 80-in hər ikisinin bölündüyü ən böyük ədəd 20-dir. 20 xaricə çıxardanda 3 4. Onda bu həmən ədədlərin əkobunu tapırıq. Deməli 3 ilə 4 ardıcıl ədədlər olduğuna görə əkob 12-dir. Onda 20 vurulsun 12. Bu da bizə verir 240. Qaldı ki əbobu da eynən. Yəni əbob da tapanda bunlara yenə də ən böyük ortaq vuruğu mötərizə xaricinə çıxardırıq. Yerdə qalan ədədlərə bu səfər əbob tapırıq. Ardıcıl ədədlərin əbobu qarşılıqlı sadə ədədlərdir də bunlar. Əbobları bizə 1 verdiyinə görə 1-i də 20-yə vursaq 20. 240-ı da 20-yə bölsək, əkobun əboba nisbətini soruşur daxı. Yenə də cavab 12 alarıq. Yəni cavabımız olur 61-də D variantı. 62-ci sualda nöqtələrdən deyir neçəsi A düz xəttinə aid deyil. Əgər A düz xəttinin üzərindədirsə aiddir, A düz xəttindən kənardadırsa deməli aid deyil. A düz xətti, bu görürsünüz, bu düz xətti. Bundan kənarda olan nöqtələr C-dir, D-dir, Y-dir, K-dır. 4 dənəsi bu düz xəttin üzərində olmadığına görə bunlar aid deyil. Ona görə 62 cavab C variantıdır. Şagird doğru yazıb. 63-cü sual. 63-cü sualda uşaqlar, şəklə ilk baxışdan baxanda qarışıq görünsə də, əslində asan sualdır. Bizdən soruşur ki, fiquru qırıq xətlər üzrə qatlasaq düzbucaqlı paralellepiped formalı qutu alınır. Bu qutunun həcmini tap. Düzbucaqlı paralellepipedin həcmi A vur B vur C-dir. Bilirik bunu. Yəni uzunluq eni hündürlüyün hasili idi. Burada da onsuz da biz bu qırıq xətləri təzədən qatlasaq deyir, paralellepiped formalı qutu alınır. Onsuz da paralellepiped alınacaqsa elə bu ölçüləri götürüb bir-bir vura bilərik. Yəni 6-dır, 5-dir, 2-dir. Onda elə olacaq 6 vurulsun 5 vurulsun 2. Cavabımız olacaq elə 60. 63-də cavab olur A variantı. Sonra 64-cü sualda. 64-cü sualda mənfi 4/2 deyir, hansı qonşu tam ədəd arasında yerləşir. Təbii ki 64-də də şifahi sualdır. Əslində mənfi 4 hansı ədəddən böyükdür, hansı ədəddən kiçikdir də. Mənfi 4/2 daha doğrusu. Mənfi 5-dən böyükdür, mənfi 4-dən də kiçikdir də. Yəni onda cavab elə D variantı olur. 65-ci sual. Bu da asan sualdır. Deməli 4A kvadrat B bölünsün C. Uşaqlar, bölünsün yazıb A kvadrat B bölək 4C kvadrat. Biz bilirik də kəsiri böləndə tərsinə birinci kəsir olduğu kimi qalırdı. İkinci kəsirin tərsinə vururduq. İkinci kəsirin tərsinə 4C kvadrat surətə qalxacaq. A kvadrat B aşağı düşəcək. Deməli, buradan da orta ixtisarlar. İxtisar burada da deməli gedər ixtisar. 4-lər. Burada 4C kvadratı 4A kvadrat B böl C bölək
A kvadrat B, bəli. 4 A kvadrat B böləcək vurulsun tərsinə. İndi uşaqlar burada da A kvadratlar gedir ixtisar, B-lər gedir ixtisar. C-nin 1-i ilə, bax 1-i ilə 1-in kvadratının 1-i gedir. Burada 4-dür, burada da 4C-dir. 4-ü də 4C-yə vursaq, cavabımız olacaq 16C. Yəni 65-də cavab olacaq D variantı. Sonra 66-cı suala baxaq. 66-cı sualda yazıb ki, çoxluqlar verilib. Həmən bu çoxluqlardan birinci A ilə B-nin birləşməsi nə idi? Bütün elementlərdən təşkil olunmuş çoxluq idi. Ona görə biz A ilə B-ni birləşdirsək, kiçikdən böyüyə 1, 2, 3, 4, 5, 6. Yəni bütün elementləri saysaq 1-dən 6-ya qədərdir. Və bəs C elementi də ki, verilib də bizə 2, 3, 5, 7, 8. İndi A ilə B-nin birləşməsini tapdıq. İndi bununla da bununla bizim nəyi soruşur? Kəsişməsini deyir. Bunların hər ikisinin kəsişməsi. Hər ikisinin kəsişməsi də ortaqlardan birini seçirik. Kəsişmədə 2, 3, sonra 5. Onda cavabımız olacaq 2, 3, 5. Y variantı. Sonra keçək 67-ci suala. 67-ci sualda üçbucağa aid sualdır. Deyir ki, üçbucağın bir daxili bucağı 44 dərəcə və xarici bucaqlardan biri 38 dərəcə olarsa, 138 dərəcə olarsa, üçbucağın ən kiçik daxili bucağını tap. Adi üçbucaq çəkirik. Üçbucağın daxili bucaqlardan biri, tutaq ki, buranı 44 dərəcə götürürəm. Xarici bucaqlardan biri 138 isə, deməli uşaqlar, bu bura ola bilməz. Bu xarici bucaq ola bilməz. Çünki artıq bu bucaqla bunun cəmi qonşu bucaq olduğuna görə bizə 180 verməlidir deyə ya bunu götürməliyim, ya da bunu, ikisindən biri. O da 138 ola bilməz. Axı 138-dən 44-ün cəmi 180 vermir bizə. Ona görə 138 dərəcə tutaq ki, buranı götürək, xarici bucaqlardan biridir. Onda onun qonşusunu tapmaq üçün 180-dan 138-i çıxanda ondan 8-2, 42 dərəcə. Və bu bucağa da bir alfa desək, onda üç bucağın daxili bucaqlar cəmi 180 dərəcə olduğundan buradan alfanı tapanda deməli alfa plus 4, 2, 6, 86 dərəcə 180-dirsə, deməli alfamız tapanda ondan 6, 4, 94 dərəcə. Deməli burada 94 dərəcə oldu. Bizdən də soruşur ən kiçik daxili bucaq. Ən kiçik daxili bucaq təbii ki 42 dərəcə elə idi. Ona görə cavab elə Y variantı olur. Sonra 68-ci suala baxaq. Neçə həqiqi kökü var? Deməli uşaqlar, kvadratik tənlikdir, görürsünüz. Kvadratik tənliyin əgər diskriminantı sıfırdan böyükdürsə 2 müxtəlif həqiqi kökü var. Diskriminant sıfıra bərabərdirsə 2 bərabər kökü var. Diskriminant sıfırdan kiçikdirsə həqiqi kökü yoxdur. Ona görə biz diskriminantını tapsaq bunun B kvadrat çıx 4AC idi. A'mız 1, C'miz 12-dir. 36 çıxılsın 48 mənfiyə getdi. Deməli diskriminantımız mənfi olduğuna görə bunun həqiqi kökü yoxdur. Ona görə cavab olur C variantı. Sonra 69-cu sual. Sadə sualdır. Neçəsi təkdir? Təbii ki, tək ədədlər sonu 1, 3, 5, 7 və s. Bu rəqəmlərlə 9, 1, 3, 5, 7, 9 rəqəmlərlə bitən ədədlər idi. Burada da 2 cütdür, bu getdi. 5, 3, sonra 8 cütdür, 0 cütdür, 0. Bunlar cüt ədədlərdir. Sonra 0-dan bitənlər də cüt idi. Deməli 3-dür, bəli, təkdir. Bir də 9 təkdir. 1, 2, 3, 4 dənəsi. 55, 63, 303, 399. Deməli 69-da da cavab olur D variantı. Keçək 70-ci suala baxaq. 70-ci sualda yazıb ki, ifadəsinin qiymətini tapın. Adi bildiyimiz suallar hesabdır. Yəni bunu biz fərqin kvadratı kimi asacağıq. Yazıb 5 kökdə 2, çıxılsın 2 kökdə 3-ün kvadratı, üstə gəl 20 kökdə 6 bərabərdir. A çıx B-nin mötərizə kvadratı kimi buna bir A desək, buna bir B desək, A çıxsın B-nin mötərizə kvadratı necə idi? A-nın kvadratı, yəni 5 kökdə 2-nin kvadratı, 5 kökdə 2-nin kvadratı, çıxılsın hasillərin 2 mislisi, yəni 2 vurulsun 5 kökdə 2, vurulsun 2 kökdə 3. Üstə gəl B-nin kvadratı, yəni 2 kökdə 3-ün kvadratı və üstə gəl 20 kökdə 6 da misaldadır. Bərabərdir. 5 kökdə 2-nin kvadratı, 5-in kvadratı 25, kökdə 2-nin kvadratı 2. 25-i 2-yə vurduq 50. 2-ni 5-ə vurduq 10, 10-u 2-yə vurduq 20.
Kökdə 2-ni də kökdə 3-ə vursaq, kökdə 6. Üstə gəl, 2 kökdə 3-ün kvadratı. 2-nin kvadratı 4, kökdə 3-ün kvadratı 3. 4-ü 3-ə vurduq 12. Üstə gəl 20 kökdə 6. Mənfi 20 kökdə 6, müsbət 20 kökdə 6 ixtisar gedər. 50 bu da 12, cəmləsək 62. 62 də A variantı. Sonra keçək 71-ci suala baxaq. 71-ci sualda 5A x kvadrat çıxılsın 20A. Çox həddisini vurğulara ayırın. Uşaqlar, hər iki ortaq, hər ikisində olan ən çoxu, yəni 5A-da da 5A həm burada var, həm 20A-nın içində var. Ona görə 5A-nı mötərizə xaricinə çıxarsaq, qalar x kvadrat çıxılsın. Buradan da 4 qalır da 5A çıxanda. Bu da bizə nə verir? 5A vurulsun. 4-ü biz 2-nin kvadratı yazanda olur kvadratlar fərqi. A kvadrat çıx B kvadrat, A çıx B, A plus B idi deyə. Onda olacaq x çıx 2, x plus 2. Onda 5A vurulsun x minus 2, x plus 2 də ki, cavabımız A variantıdır. Sonra 72-ci sualda, şifahi sualda əslində bu da. Şəklin üzərində ilə göstərək. BAC babura 40 dərəcədirsə, bizdən bu qövsü soruşur. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün ilə yarısı idi. Ona görə elə BC qövsümüz 80 dərəcə olacaq. Şagird doğru yazıb, B variantı. Keçək 73-cü suala baxaq. 73-cü sualda deyir ki, diaqramda 2 ay ərzində satılan məhsulların sayı göstərilmişdir. Yanvar ayında satılmış skaner və printerlərin cəmi fevral ayında satılmış mouse və notebookların cəminin neçə faizini təşkil edir? İlk növbədə uşaqlar, yanvar ayında satılmış skaner və printerlərin cəmi. Deməli, yanvar ayında satılmış skaner və printerlər. Baxaq şəkilə. Yanvar ayı görürsünüz burada ağ hissə, ağ-qara verib də. Fevral ayı ümumiyyətlə tünd qaradır. Yanvar ayı ağ-qaraya baxaq. Deyir ki, skaner və printer. Skaner yanvar ayı 0-dan hara qədər? 40-a qədər. Yəni 40. Sonra mouse bəs. Daha doğrusu mouse printer. Printer bəs nə qədərdir yanvar ayı üçün? Printer də 0-dan 20-yə qədər. Onda cəmi yanvar ayında nə qədər skaner və printer satılıb? 60. Keçək fevral ayının üçün baxaq. Fevral ayı satılmış mouse və notebook. Fevral ayı görürsünüz tünd qara ilə göstərib. Fevral ayı deməli satılmış mouse. Baxaq mouse-a. Artıq uşaqlar, burada diqqətli olun. Burada 0-dan başlayıb 100-ü götürməyin. Yəni ağ tünd qara artıq 0-dan başlamır. Fikir versəz 40-dan başlayır 100-ə qədər mouse-da. Deməli, mouse-da, bəli, fevral ayında satılan mouse. Görürsünüz, 40-dan başlayır 100-ə qədər. 40-dan 100-ə qədər, 40-dan 100-ə qədər nə qədərdir? 60-dır. Bir də nə deyirdi? Notebook deyirdi. Notebook-a baxaq. Notebook-dakı 10-dan başlayır 50-yə qədər. 10-dan da 50-yə, o da 40. Yəni 10-dan 50-yə qədər, 50-dən 10-u çıxardı. Yəni tünd qara hissəsi lazımdır bizə. Tünd qara 10-da başlayır, 50-də bitir. Bu da 40 dənə olduğuna görə cəmi fevral ayında 100 dənə satılıb. İndi bizə deyir ki, bu yanvar ayı fevral ayının neçə faizini təşkil edir? A, B-nin neçə faizi idi? A-nı B-yə bölüb 100-ə vururdu. O da 60 100-ün neçə faizdir? 60 100-ə bölüb 100-ə vursaq, 60 faizini təşkil edər. Şagird doğru yazıb, C variantı. 74-cü suala baxaq. 74-cü sualda uşaqlar. Mən hər dəfə deyirəm, kəsirin məxrəcini görsəz ki, məxrəcdə ədəd var. Həmən ədədə vurun. Görsəz 2 dənə ədəd var kəsirlərdə, fərqli ədədlərdə. Onların əkobuna vurun. Baxın, 5 bu kəsirin məxrəci, bu kəsirin məxrəci 2-dir. Deməli, bunların əkobuna vurmaq lazımdır. Yəni, ona vurmaq lazımdır. Ki, daha rahat həll edək. Ona görə, bəli, kəsirin məxrəcin 5-2 olduğuna görə hər tərəf ona vursaq, onu 4-ə vuranda 40. Onu 5-ə böləndə 2, 2-ni vuranda 2-ni 1-ə vursaq, 2, 2-ni mənfi 3x-ə vursaq, mənfi 6x. Onu 2-yə böləndə 5, 5-i mənfi x-ə vursaq, mənfi 5x. 5-i mənfi 5-ə vursaq, mənfi 25. Deməli, bunu da sağa sola keçid etsək, mənfi 5x olan müsbət 5x, mənfi 6x, 5x, mənfi 6x plus 5x. Bu da 42 edir, 42 sağa, mənfi 42 kimi keçir, çıxılsın 25. Burada mənfi x bərabərdir. Deməli, burada da uşaqlar. Deməli, onu 2-yə böldüyüm 5, mənfi 5x, bəli.
5, 25. Buradan da baxaq. Bax, buradakı uşaqlar mənfi kəsirin qarşısındadır. Mən x-in qarşısında yazmışam. Baxın, diqqətli olun. Bu x-in qarşısı deyil. Oxşu kəsirin qarşısındadır o mənfi. Ona görə də diqqətli olaq. Onu 2-yə böldük. 5. 5-i mənfi x-ə mənfi 5x. Axı bu mənfi dəyəndə müsbət olacaq. Ona görə bax, plus 25 olur. Burada diqqətli olun. Bu da bizə təbii ki, biri mənfi, biri müsbət çıxıb böyük işarəsini yazanda. Mənfi 17. Hər tərəfi də mənfiyə bölsək, x-imiz 17 olar. Cavab A variantı. Sonra keçək 75-ci suala baxaq. 75-ci sualda deyir ki, bir neçə kürəcik Arif və Günay arasında sayıları uyğun olaraq 2 və 3 ədədlərlə düz mütənasib olaraq bölüşdürüldü. Günaya Arifdən 10 kürəcik çox düşərsə, deməli uşaqlar Arif və Günay arasında 2 və 3 ədədləri ilə düz mütənasib olmaqla. Yəni 2K buna deyək, 3K da buna deyək. Bölüşdürüldü. Günaya Arifdən 10 kürəcik çox düşür. Günay 3K-dır, Arif 2K-dır. Əgər Günaya Arifdən 10 kürəcik çox düşürsə, Arifə onda az düşüb də, belə başa düşdük. Biz azın üstünə gəlirik ki, çoxa bərabər olsun. Ona görə 3K bərabər olacaq 2K plus 10. Yaxud da ki, çoxdan onu çıxardıq, aza bərabər olardı, eyni mənadır. Buradan elə K-nı tapanda elə K-ımız 10 olur. Və bizdən soruşur ki, ümumi neçə kürəcik bölüşdürülüb? 2K bu idi, 3K bu idi. Cəmi neçə idi? Cəmi 5K idi. K-nı da 10 tapmışıqsa 5-i 10-a vurarıq. Cavabımız olar 50. Cavab olur B variantı. Sonra şagird doğru yazıb. Keçək 76-cı suala baxaq. 76-cı sualda deyir ki, 76-da ən böyük 2 rəqəmli ədədlər, ən böyük 2 rəqəmli ədəd 99-dur da. Rəqəmləri müxtəlif demir ki. Rəqəmləri müxtəlif desəydi 98 olardı. Rəqəmləri müxtəlif demədiyinə görə ən böyük rəqəmli ədəd 99-dur. Ən böyük rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzgün kəsir. Məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32-dir. Surət məxrəcindən kiçik olmalıdır. Hansını istəyir? Bunlar ixtisar gedər. Burada 3 qalar. 3-ü 32-yə vursaq cavabımız 96 olar. Bəli, şagird doğru yazır. Deməli, 77-ci sual. 77-ci sualda uşaqlar deyir ki, mərkəzi o koordinat başlanğıcında olan iki çevrə uyğun olaraq 6, 0, 0, mənfi 4 nöqtələrindən keçir. AB üçbucağının sahəsini tap. Deməli, bunu necə başa düşək? Bir koordinat başlanğıcı çəkək. Koordinat müstəvsi YX. Bilirik də bu mərkəzin koordinatı 0, 0 buradır. Həm x-i 0, həm y 0. Birinci bu A nöqtəsini qeyd edək. 6, 0. Yəni o nə demək istəyir? X-in 6-sı təxminən buradır. Y-in də 0 buradır. Yəni x-in 6-sı, y-in 0. Bura olur A nöqtəsi. Sonra B nöqtəsinin koordinatı. B nöqtəsinin koordinatı da yenə x-i 0, y-i mənfi 4. Y-in mənfi 4-ü buradadır da təxminən. Burada mənfi 4 olsun. Y-in də 0 buradır. Yəni mənfi 4, x-i 0-dır, y-in mənfi 4-dür. O da bu nöqtədə B nöqtəsidir. İndi AOB üçbucağının bizdən sahəsini deyir. Tap, AOB üçbucağının sahəsi. Deməli, bu çevrələri də çəkmək olar. Mərkəzi O nöqtəsində olan 6 nöqtəsindən keçən çevrə. Onda biz bu çevrəni belə çəkək də, təxminən belə bir şey. Sonra bu 4 nöqtəsindən də keçən təxminən belə bir şey. İndi bizə soruşur ki, bu çevrələrin AOB üçbucağının sahəsini deyir. Biraz bu şəkildə daha mərkəz O nöqtəsi yaxşı görünmədi. Hər halda biz bunu biraz səliqəli alınsın deyə təzədən çəkək. 77-də. X-in 6-sı buradadır. 6, y-in 0-ı. Bu 4 çox aşağıda götürməyək. Çünki nöqtə baxımından mənfi 4, x-in 0-ı, y-in mənfi 4-dür. Deməli, bu nöqtədən keçən mərkəzi O nöqtəsi. Bəli, indi çevrə normaldır. Baxın, mərkəzi buradır. 6, 0 nöqtəsindən keçdi. Sonra 0, mənfi 4 nöqtəsindən keçən çevrə. Belə.
Bəli, indi şəkil daha yaxşı oldu. İndi bizə deyir ki, bu üçbucağın sahəsini deyir tap. Onda uşaqlar bu üçbucağın sahəsini necə tapacağıq? Bura hansı nöqtəsi idi? B nöqtəsi idi. Bax, bura B nöqtəsidir. Buradakı, daha doğrusu A nöqtəsi buraydı. 6, 0. Burada B nöqtəsi idi. Həmən bax, bu üçbucağın sahəsini soruşur. Bax, bu üçbucağın sahəsini soruşur. Bu da özünüz görürsünüz də düzbucaqlı üçbucaqdır. 0-dan 6-ya qədər məsafə onsuz 6 qədərdir. 0-dan bura -4-dür də, y -4-dür. 0-dan -4-ə qədər məsafə 4 qədərdir. Bu da düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hasinin yarısıdır. 4 vurulsun 6 bölünsün 2. Cavabımız olur 12. Deməli 78-də də cavab olur 12. 77-də daha doğrusu cavabımız 12. Bəli, şagird düz yazıb. 78-ci sualda yazıb ki, 78-də M1 və M2 bir hədlinin dərəcələrinin cəminin dərəcəsi M1 və M2 bir hədlilərinin cəminin dərəcəsi 12-dir. Bunların cəminin dərəcəsi 12-dir. Cəminin, baxın, dərəcəsi 18-dir daha doğrusu. M1 bir hədlinin dərəcəsi 6-dır. Bax, bura. M1 bir hədlinin dərəcəsi 6-dır. M2 bir hədlinin dərəcəsini soruşur. Burada bir x deyək. Artıq uşaqlar, biz bilirik ki, bir hədlərin cəbri cəminə biz çoxhədli deyirdik. Artıq bu bizdə çoxhədlidir. Çoxhədlidir. Çoxhədlinin dərəcəsi 18-dir. Bəs çoxhədlinin dərəcəsi nə idi? Çoxhədlinin dərəcəsi onun ən böyük qüvvəti idi. Deməli, ən böyük qüvvət gərək elə 18 ola ki, biz dərəcəni 18 götürə bilək. Ona görə 78-də cavab elə 18-dir. Şagird elə onu da düz yazıb. Keçək 79-cu suala baxaq. 79-cu sualda üçbucaqdır. Biz bu üçbucaqdan çox işləmişik üçbucaqlar mövzusunda. A, B, C. Emin. Artıq belə sualı yəqin şagirdlər səhv etməz. Çünki çox istifadə olunan sualdır bu. A, C-ni bizə 40 verib. C-ni bizə 18 verib. B-ni bizə 12 verib. Və bizdən MN parçasını soruşur. Burada bir x deyək. Və bizdə bir şərt qoyub ki, MN A-ya paraleldir. Əgər bu düz xəttə paraleldirsə, onda bu bucaqla bu bucaq uyğun bucaqlar idi. Bura bir alfadırsa, burada bir alfadır. Bura bir bettadırsa, burada bir bettadır. Düzdürmü? Onda bu təpə bucaq eynidir də. Həm bu üç bucaq üçün, həm də böyük üç bucaq üçün. Buna da bir qamma desək. Onda bucaqlar bərabərdirsə, uşaqlar, biz deyirdik bu üç bucaqlar oxşardır. BMN üçbucağı oxşardır ABC üçbucağına. Və oxşardırsa biz oxşarlığa görə deyirdik eyni bucaq qarşısında duran tərəfin eyni bucaq qarşısında duran tərəfə. Məsəl üçün, başlayaq elə balaca üçbucaqdan. Alfanın qarşısında 12 durur. Bəs bu ABC üçbucağı üçün alfanın qarşısında bütöv tərəf 12, bu da 18. Cəmi neçədir ki? 10, 1 yadda 30. Bərabərdir. Balaca üçbucaqdan yenə başlayaq. Çünki hər dəfə bundan başlamalıyıq. Qammanın qarşısında x durub. Bəs böyük üçbucaq üçün qammanın qarşısına durur 40 durur. Deməli, buradan da biz tənasibdə həll etsək, belə bunları ona ixtisar da apara bilərik. Ona gedər burada 3 qalar, ona ixtisar gedər 4 qalar. Burada 3-dən 12 gedər 4. 4-ü də 4-ə vursaq, cavabımız olar 16. Deməli, 79-cu sualda da cavabımız oldu 16. MN-i soruşurdu, cavabımızı tapdıq. Keçək 80-ci suala. 80-də yazıb ki, 7 kiçikdir x plus y kiçikdir 20. Və burada bir şərt qoyub yazıb x plus 2y böl y bərabərdir 4 olarsa y-in ən kiçik qiymətini soruşur. Y-in ən kiçik qiymətini soruşur. Deməli, uşaqlar, ilk növbədə bizə bu veriləni sadələşdirsə, yəni buradan x plus 2y 4y-ə bərabərdirsə, x-imiz x plus 2y bərabərdir 4y-ə. Bilirsiniz də buna çarpaz vuruldu. X-imiz olur 2y. X 2y-dirsə, gətirib burada x-in yerinə 2y yazanda, onda olacaq 7 kiçikdir. Baba x-in yerinə 2y yazanda. 2y-lə y-i cəmləsək 3y kiçikdir 20-də. Və bizdən y-in ən kiçik qiymətini istədiyinə görə hər tərəfi 3-ə bölək ki, tək ortada y qalsın. Hər tərəfi 3-ə bölsək, onda 7 böl 3 kiçikdir y kiçikdir 20 böl 3. Bu da bizə verir 2 tam 3-də 1 kiçikdir y-dən, bu da kiçikdir. 20-ni də 3-ə böləndə 6 tam 3-də
2. İndi burada y-ə ödənən qiymətlər hansıdır? 2-dən böyük 3, 4, 5, altdan üstə 2-dən də kiçik 6-dır. Deməli, y-ın ödənən qiymətlər bunlardır. Ən kiçik tam qiymət istədiyinə görə cavab nə olacaq? Cavabımız 3 olacaq. Deməli, 80-də də cavabımız 3 oldu. 81-ci suala baxaq. 81-ci sualda maraqlı ehtimala aid bir sualdır. Ehtimaldan ümumiyyətlə 9-cu siniflərə çox da çətin sual düşmür. Yəni normal adi suallar olur. Ayselin deyir 17 bədii, 18 elmi kitabı var. Onda bunun cəmi nə qədər kitabı var? 17 ilə 18-i cəmləsək 35 dənə kitabı var. O kitabların 10'unu satdıqdan sonra, yəni 10 dənə kitabın satdıqdan sonra yerdə nə qədər kitab qalıb bunun? 25 kitabı qalıb da. Aha. 25 kitab qalıb. İndi sonra nə deyir? Təsadüfən bir kitab seçilir. İndi burada bu kitabın elmi kitab olması ehtimalı 5-də 2-dir. Ümumiyyətlə biz ehtimal nə deyirik? Ehtimal deyəndə deyirdik əlverişli halların sayının mümkün halların sayına nisbəti idi. Və 25 dənə ümumidir. Yəni ehtimal elə 25-dir mümkün hal. Bəs əlverişli hal nədir? Əlverişli hal burada deyir bir kitab seçilir. Həmən kitabın elmi kitab olması ehtimal edir. Yəni bir dənə kitab seçilir. O kitabın bədidən seçilib yoxsa elmi kitabdan seçilməsin bilmirik. Bu ehtimal edir ki, elmi kitab olsun. Yəni biz buna neçə dənə x dənə tutaq ki, kitab seçildi. Bu da ehtimal edirik ki, bu elmi kitabdandır. Və ehtimalın da özü sənə verib. Bu kitabın elmi kitab olması ehtimalı 5-də 2-dir. Yəni biz bunu 5-də 2-yə bərabər etsək, onda buradan tənasibdə də 5, 25 ixtisar gedər. 5, 5-i də 2-yə vursaq 10 dənə. Sən demə 10 dənə bu elmi kitab seçilib. Neçə elmi kitab satılıb? Yaxşı, bəs elmi kitab neçə dənə idi? 18 dənə elmi kitabımız var idi. Ondan 10 dənəsi qalıbsa, bəs neçəsi satılıb? 8 nə olub? Satılıb. Cavabımız olur 8. Sonra keçək 82-ci suala baxaq. 82-ci sualdan 82-dən 85-ə qədər ətraflı yazılı. Uşaqlar, bu ətraflı yazı suallarında çox diqqətli olun. Bunlar həm bal olaraq sizə çox bal verir, həm də ki sualları ətraflı şəkildə yazın ki, çox bal ala biləsiniz. Burada nə deyir? Birinci başlıq 82-ci sualdan. Ana və qızın yaşları cəmi 62-dir. Ananın 4 il əvvəlki yaşı qızın 6 il sonraki yaşından 3 dəfə çox olarsa, ananın indiki yaşını tap. Sonra deyir, məsələni tənlik və ya tənliklər sistemi qurmaqla həll edin. Yəni fərqi yoxdur. İstir tənlik quraq, istir tənliklər sistemi quraq. İkisindən biri ilə yazmalıyıq. Tutaq ki, ananın yaşı biz x götürək, qızın yaşına da bir y deyək. Artıq x, y fərqli dəyişənlər götürdüyümüzə görə biz tənliklər sistemi quracağıq. Ya da belə də yaza bilərdik. Əgər tənlik qurmaq istəyirsənsə, anana x demisənsə, ananın yaşına, qızın yaşına 62 çıx x deyərdik. Ancaq x-dən asılı olardı və ancaq o tənlik alınardı da. Olardı o adi tənlik. Amma tənliklər sistemi, indi mən tənliklər sistemi ilə yazıram, fərqi yoxdur, eyni üsuldur. İndi tənliklər sistemi ilə yazıram. Bir deməli, bunların ikisinin yaşı hal-hazırda 62 yaşları var. Sonra nə deyir? Deyir, ananın 4 il əvvəlki. 4 il əvvəlki yaşı olanda onda 4 il sağda. Sonra nə deyir? Qızın 6 il sonraki yaşından. Qızın 6 il sonraki yaşı, qızın yaşı y-dirsə 6 il sonra y+6 olacaq. 3 dəfə çox olacaq. Deməli, ananın bu yaşı, qızın bu yaşından 3 dəfə çox olacaqsa, təbii ki, biz azı vururuq ki, dəfə dediyinə görə çoxa bərabər olsun. Bu çoxdur, bu da azdır. Azı vuraq ki, indi vahid çox deyəndə üstünə gəlirdik, dəfə çox deyəndə vururduq. Bu tənliklər sistemini vurub açanda 3y plus 18, 3y sola keçəndə x minus 3y, mənfi 4 sağa müsbət 4, o da 18, 22. Deməli, uşaqlar, x çıx 3y-imiz 22-dir, x plus y-imiz də ki 62-dir. X plus y-imiz də ki 62-dir. Tənliklər sistemi artıq qurduq. Tərəf-tərəfə çıxaq, elə aşağıdan yuxarı doğru çıxaq ki, mənfiyə getməsin. Y-dən mənfi 3y çıxanda mənfilər toplanır. 4y, 62-dən 42 çıxanda 40.
22 çıxanda 40. Y-imiz olur 10. Y qızın yaşı idi. İndi bizdən qızın yaşı yox deyəsən, bizdən ananın indiki yaşını istəyirdi. Bəli. Ananın indiki yaşını soruşurdu. Baxın bura. İndiki yaşlar cəmi 62 idi axı. Qızın yaşını 10 tapmışıqsa, onda ananın yaşı neçə olacaq? 62-dən 10-u çıxsaq, ananın indiki yaşı 52 olacaq. Cavabımız 52 olacaq. Belə də yazardıq x, bunu yazardıq 62x, 62 çıx x, sonra da ki adi tənlik ilə həll edərdik. Olacaqdı artıq tənlik üsulu. Deməli, keçək 83-cü suala baxaq. Deməli, uşaqlar, bu sual topluda da olmalıdır. Tənliklər sisteminə aid bir sualdır. Bunu da iki cür yazmaq olur. Elə tənlik qurmaqla yazanda daha rahat olar. Yazıb ki, Akif və Elnurun hər günün sonunda qalan sual saylarının günlərə görə dəyişməsi verilib. Neçənci günün sonunda Akif və Elnurun qalan sual sayları bərabər olar. Bu fikir versəz, bu bizim adi bildiyimiz y. Bu da x-dir. Koordinat müstəvisidir. Bu xətti tənliyin şəklidir. Bu formada məsələn çəkib də bu. Birini belə çəkib, birini də belə çəkib də. Deməli uşaqlar, fikir verin. Bu bildiyi xətti tənlik kx plus b şəkildə idi də. Bizim y-imiz, bu y-in üzərində olana biz b deyirdik də. Əgər bunun da x-i, bura 15-dir, biri də nədir? 20-dir. Burada 1800-dür, burada 2100-dür. Deməli uşaqlar, birinci, məsələn, bunun üçün yazanda, bu xətti tənlik üçün yazanda, bunun x-i 15-dir. X 15-də kəsilibsə, x kəsiləndə y nə idi? 0 idi. B-si də 2100-dür də bunun. B-si də 2100-dür. Onda gətirib bu tənliyi də yerinə qoysaz, 2100 bərabərdir kx. X-imiz 15-də, onda olacaq 15k. Düzdürmü? Üstəgəl b. B-si də, daha doğrusu bunun x-i 15-dir. Bəli, 15k plus buradan y-i 0 idi. Üzr istəyirəm, y-i 0 idi. Y 0-dır. 0 bərabərdir. 15 vurulsun k. Üstəgəl b. B-si də ki, belə bu xətti tənlikdə bura b idi də, y-in üzərindəki 2100. 2100 bir dənə 0 artıq oldu. Buradan 15k-ımız mənfi 2100-dürsə, k-ımız olur buradan mənfi 140. Onda bizim k-ımız mənfi 140-dırsa, tənliyimiz necə olacaq? Mənfi, burada k-nın yerinə mənfi 140 yazanda, mənfi 140 x plus b-imiz də ki 2100 idi. Bu birinci tənlik üçün. Keçək eyni qayda ilə ikinci tənlik üçün də. Bunun yenə x-i 20-dir. X 20-də kəsilibsə, bunun y-i 0-dır. B-si də ki 1800-dür. Yenə də xətti tənliklər sistemi quranda y-imizin yerinə 0 yazırıq. Kx 20 vur k. X-imiz 20-dir. Üstəgəl b-imiz də 1800-dür. Buradan da 20k-ımız mənfi 1800-dürsə, deməli buradan k-ımız olur, sıfırlar gedəndə mənfi 90. K-ımız oldu mənfi 90. K-ımız mənfi 90-dır uşaqlar. Onda tənliyimiz necə olacaq? Kx plus b şəklində idi də. Onda olacaq mənfi 90x plus b 1800. Bu da ikinci xətti tənliyimiz. Deməli, indi bunlar deyirdi, sual sayları bərabər olar. Yəni, bunların y-lərini bir-birinə bərabər edib həll edirik. Bunların y-lərini də bir-birinə bərabər edəndə sadə bildiyimiz iki dənə tənlik idi. Mənfi 140x plus 2100 bərabərdir mənfi 90x plus 1800. Buradan da sağa sola keçidlər etsək, buradan 50x bərabərdir. 2100-dən də 1800 çıxanda nə qalacaq? 300. Buradan da x bərabər olacaq 6-ya. Və bizdən görək burada sualların sayı deyir də. Bəli, sualların sayı, sual sayları, qalan sual saylar bərabər olar. Bəli. Deməli, cavabımız oldu nə? Neçənci günün sonunda deyir. Fikir verin, neçənci günün sonunda. Günlər dediyinə görə neçənci günün sonu. Bu x istəyir. Yaxşı, ona görə x-imiz də cavab 6-dır. Bəli, doğru cavabımız 6-dır. 84-cü suala baxaq. Deyir, perimetri 20 cm, iti bucağı 60 dərəcə olan bərabər yanlı bir trapesiya çəkin. Trapesiyadır. İti bucağı 60'dır. Onda bura 60'dır.
Diaqonalı oturacaqla, bax diaqonal budur. Diaqonalı oturacaqla bax bura ilə 30 dərəcəli bucağı əmələ gətirib. Onda uşaqlar 60 30 isə bura məcburan 90 olur. 3 bucaqdır. Daxili bucaqlar cəmi 180 olmalıdır. Perimetri 20 santimetrdir. Aha. Deyir ki, trapesiyanın kiçik oturacağının uzunluğunu tap. Kiçik oturacağını soruşur. Gəlin belə deyək də, bu 30 dərəcə qarşısında duran katet bir tutaq ki, A-dırsa, 30 dərəcə qarşısında duran katet betonuzun yarısı idi. Ümumi onda bura neçə A-dır? 2 A-dır. Aha. Axı bərabər yanlı trapesiyada yadınızdadırsa biz deyirdik həmişə biz hündürlükləri çəkirik. Bərabər yanlı trapesiyada hündürlükləri çəkəndə o bizə çox kömək olurdu. Bax buradan bir hündürlük çəksək, buradan da bir hündürlük çəksək. Onsuz da bu kiçik oturacaq. Bu hissə. Yəni bu hissə nədir? Bərabərdir də. Düzbucaqlıdır da bu. Deməli uşaqlar, burada onsuz bu hündürlük 90. Bura 60. Bura neçə olur? 30 olur da. 30 dərəcə qarşısında duran katet betonuzun yarısı. Bura olur A/2. Eynən burada da. Bura 90. Bura nə? 60. Onda uşaqlar, yenə də 30 bərabər yanlı olduğuna görə bura A-dırsa onsuz burada A-dır. Burada A-dır. Sonra bura indi 30 ilə, yox bura 30 üzrsən, bura 60 yox, çünki bura da 30, burada 30. Onda elə bundan da demək olar da, bura 2A-dırsa, bu A/2-si getdisə, ümumi 2A-dırsa, A/2-si getdisə, burada elə nə qalacaq onda? Ya da elə belə də demək olar da, belə də demək olar. 30 dərəcə buradır, bəli, bərabər yanlı trapesiyadır. Onda elə 30 dərəcə qarşısında duran katet betonuzun yarısıdır. 30 dərəcə bununla düz getmişik, bəli. Ümumi 2A-dır, 2A-dan, bərabər yanlı trapesiyadırsa, uşaqlar, bu hissə, onsuz da bu hissəyə bərabər idi. Bura A/2-dir, elə bura da A/2-dir. Onda ümumi 2A-dırsa, 2A-dan bu ikisinin cəmini çıxıb, bu ortanı tapa bilərik də. X plus A/2, üstə gəl A/2, bərabərdir 2A-ya. Buradan elə X plus A-yımız 2A-dırsa, 2A-dan dağını çıxanda elə X-imiz olur A. Onda elə bura A-dırsa, bura da A-dır da. Çünki bu düz bucaqlıydı axı. Yəni, həmişə yadınızda saxlayın, bərabər yanlı trapesiya deyirsə, hündürlüklərin böldüyü hissələr, bu hissələr həmişə bir-birinə bərabər olur. Sonra indi burada perimetri bizə 20 veribsə, aşağı 2A, sağ sol 2A, bu da A. Onda perimetr 20-dirsə, 2A, bu da 2A, A, 2A, 4A, bu da A, 5A. Əgər 5 ayımız 20-dirsə, elə ayımız neçə olur? 4 olur. Bizdən də kiçik oturacağı istəyirdi, elə kiçik oturacaq da 4 oldu. Deməli, 84-də cavab 4-dür. Keçək 85-ci suala baxaq. 85-ci sualda biz çox istifadə etmişik bu üç bucaqlar mövzusunda bu qaydanı. Deməli, bura B-dir, bura M-dir, bura C-dir, bura A-dır. Və B-mi bizə 12 verib, C-mi 16 verib. Bizə nə istəyir burada? Sahəni verib. Sahəni hansı sahəni? Bunun sahəsinin 60 verib. Bizdən ümumi sahəni istəyir. Bu sahədə bir S deyək də. Biz S-i tapaq, sonra ümumi sahəni tapmaq üçün bunun cəmini taparıq. Əgər oxşarlıq yoxdursa, deyirdik adi nisbət qururuq da. Oxşarlıqda sahələr nisbəti tərəflər nisbətinin kvadratı olurdu. Adi üç bucaqlarda da adi halda, yəni sahələr nisbəti ilə tərəflər nisbəti olur. Yəni 16-nın 12-yə nisbəti, elə S-in 60-a nisbəti. Onda uşaqlar, burada 12 ilə 60 ixtisar gedər, burada 5 qalar. 5-i 16-ya vursaq, 16-nı 5-ə vursaq 80. Onda bunun sahəsi 80-dirsə, ümumi sahəni soruşulduğuna görə ABC ümumi sahə 80 ilə də 60-ın cəmi cavabımız olar 140. Bu qədər uşaqlar, suallar bitdi. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, o biri videolarda çəkib qoyacağım izahın. Bütün videolarımız əvvəlki illərində buraxılış imtahan suallarının izahları hamısı var. Girib hamısını izləyin ki, yararlanın. Çox sağ olun. Uğurlar hər birinizə.